O bir mətn keçir. Onun 20-də səhvin var Fərdə. Yoxdur müəllimə, yox. O birisinə keçək. Biz uşaqlar niyə qoşulmur bu ikinci linka? Çox məsuliyyətsizdirlər uşaqlar. Mən bu ilki qədər məsuliyyətsiz magistr tələbələri görmədim. Dərsə gəlmələri, getmələri, dəhşət. İndi 2025-in qəbulunu ekrana verirəm. Dinləməsini oxuyun. Prosto ayda. Hmm. İnternet. Bilmədi bu. Hə, açıram bu ekrana gəlin. Bunu da sözlərini atmışdım. Dinləmənin ki, orada çünki sinonimlər deyir bir çox hallarda. Məsələn, birinci suala diqqətli olun. Orada sinonimi deyir. E, bax, what does large handwriting typically suggest about the person? Large handwriting deyəndə direkt bura baxın. Conservative nədir uşaqlar? Conservative. Qorumaq deyildi. Mühafizəkar. Bəli, conserve qoruyub saxlamaqdır, mühafizə etməkdir. Conservative də mühafizəkardır. Reserved. Reserved a person who doesn't express his feelings easily. Təmkinli. Təmkinli, hisslərini tez ifadə etməyən biridir, hisslərini gizləyən, təmkinli biri. Sociable, Sosial elə. sosial, istiqanlı, yəni əksidir də, yəni reserved'ın. Self-confident, Özgüvənli. yəni introvert. Ayda da yadımdan çıxdı. The opposite meaning of sociable. Hə, Opposite bu özünə qapanı. özünə Hə, qapan. hə, hə, bildim. Ekstrovert də çölə Yəni, olan extrovert insan. əksinə sociable'dır. Extrovert sociable'dır da. Hə, Yəni, hə. bax, bu ikidə mən dediyim ipucularına diqqətli olun. Bax, slow. Messy handwriting deyəndə ikiyə baxırıq. Messy nə deməkdir? Dağınıq. Dağınıq, aha. Dağınıq, qarışıq xətti olan insanlar slow. Nədir slow? Yavaş deyir. Yaxın. Qərarlar verir. Yəni, orada əsas şey hissələrinə diqqət edin də. Yəni, slow yavaş deyir, amma orada quick deyə bilər. Lack nə deməkdir? Lack Çatışmazlıq. çatışmır. Bax, burada bestə diqqət edin. Aim for the best. Aim nə deməkdir? Məqsəd. Ən yaxşı Məqsəd, məqsəd. məqsəddir, məqsəd qoymaq, yəni hədəfləmək, hədəfləmək. Creative deyir, creative minded deyir. Sifətləri are usually bas bu mən baxmışam burada şey zaman zərfləri də demişdim axı diqqətli olun. Nələr olanda çox vaxt səhv olur. Usually, always, sometimes, never, often. Bu present simple bu zaman zərfləri olanda çox vaxt səhv olur. Diqqətli olun. Buradan da sifət var, disorganized. Sonra burada da neat handwriting'dən danışır. Neat nədir? Neat yazmışdım. Neat, Mən accurate, dəqiq. tidy, tidy. Burada səliqəli. Hə, Hı. səliqəli xətti olan biri necə olur? Bax, adaptable deyir. Adaptable nə deməkdir? Uyğunlaşa bilən. Uyğunlaşa bilən.
Burada bax usually linked to people who are independent sifətlərə diqqət edin. Burada birini eşidəcəksiniz. Bax, hansı sözü eşitsəz, amma o şeyə də diqqət edin. Ha, təsdiqdə deyir, inkarda deyir. Is often associated with who focus on details. Supportive nədir? Supportive. Dəstəkçi. Dəstəkçi, dəstəkləyici. Bax, concentration-la danışır, amma difficult-ı səhv deyə bilər. Difficult nə deməkdir? Çətin. Çətin. Amma orada easy deyə bilər, asan deyə bilər. Belə, strict nədir? Sərt. Ciddi. Bax, burada var, ha, point to nədir? Point to. Point rəngdən. Yox. İşarə ilə göstərməkdir. Göstərmək, işarələmək. Donate, bunu yazmışdım, donate. Bəxş etmək, bağışlamaq O kimi. donate-dir, oxunuşunu səhv dedim. Donate yazılan donate oxunur, bəli, bəxş etmək, bağışlamaqdır. Bu denote-dur. Denote, baş, show, indicate, hamısı eyni anlama gəlir. Denote, show, indicate, göstərmək, bildirmək, to be a sign, işarəsi olmaq, yəni göstərir. Heç nə, yəni bu ipuculara diqqət edin. 5-də də sualları cavabda, hansı suala cavab var? Sualları diqqətlə oxuyun. İndi yenə də vaxt verirəm. Bir dəqiqəyə qədər yenə də tanış olun. Amma onsuz da dedim də sizə. Görün 5-i də sığır bura. 5-ə diqqətli. Onsuz o birisləri dedim, siz 5-i bir dənə diqqətlə oxuyun, sonra səsləndirirəm. Gəlin belə eləyək də ilk 3 dənəsinə birinci baxaq, sonra aşağıdakılara baxaq ya da. Hə, o da düzdür. Amma yenə də 5-ci sualı diqqətlə oxuyun, sonra 3-ünü verəcəm. İlk 4-ünü verəcəm ekrana daha doğrusu. Onsuz ilk 4-ünü asanlıqla tapacaqsınız. Bir dənə 5-ci biraz şeydir. Onun sualları dəqiq başa düşün. Su danışmıyorum da. Mən indi səsləndirirəm. Do you think handwriting says something about a person's character, Frank? Definitely, Mary. They say Handwriting is like a mirror of your personality. For example, people with large handwriting Vüsal, bir səbirli ol da. Mən dedim təzədən verirəm ekrana. Uşaqlar görün indi səs gəlir. are often outgoing. Gəldi səs. Bəli. Aha. İndi ilk 4-ünü ekranda verirəm. İlk 4-ü asandır. İkinci dinləmədə 5-cini verəcəm. Görün belə eləyəndə çox balaca olur. İndi 5-i də düşür məncə, gözləyin. 5-i də düşür indi. D variantına qədər düşür, eyb yoxdur. Belə qalsın. Başladıram. Do you think handwriting says something about a person's character, Frank? Definitely, Mary. They say handwriting is like a mirror of your personality. For example, people with large handwriting are often outgoing, while small handwriting might mean someone is more reserved. That's interesting.
What about people with messy handwriting? Does it mean they're disorganized? Not actually. Sometimes messy handwriting shows strong creativity or fast thinking. People who think quickly don't always have time to write neatly. It can also mean they are confident and don't care too much about perfection. What about really neat handwriting? That's usually linked to people who are detail-oriented and disciplined. They're often perfectionists or very focused. Mine is somewhere in between. Not too messy, not super neat. What does that mean? It might mean you are balanced and adaptable. You're not overly firm, but you still pay attention when it matters. That sounds right. I've heard that how you write letters like crossing the letter T or dotting the letter I can show things about you. Yes. For instance, a high cross on the letter T might mean ambition, while a low one could show practicality. Dots on the letter I can reveal a lot too. Round dots suggest playfulness, while straight ones show seriousness. It's amazing how much you can tell from something so simple. I know. It's like a little window into someone's personality. I'll pay more attention to handwriting now. You should. It's fascinating. Do you Səsləndirim yoxsa hələ təhlil edirsiniz? Uşaqlar, Səsləndirin mənlə. tamam. do you think handwriting says something about a person's character, Frank? Definitely, Mary. They say handwriting is like a mirror of your personality. For example, people with large handwriting are often outgoing, while small handwriting might mean someone is more reserved. That's interesting. What about people with messy handwriting? Does it mean they're disorganized? Not actually. Sometimes messy handwriting shows strong creativity or fast thinking. People who think quickly don't always have time to write neatly. It can also mean they are confident and don't care too much about perfection. What about really neat handwriting? That's usually linked to people who are detail-oriented and disciplined. They're often perfectionists or very focused. Mine is somewhere in between. Not too messy, not super neat. What does that mean? It might mean you are balanced and adaptable. You're not overly firm, but you still pay attention when it matters. That sounds right. I've heard that how you write letters like crossing the letter T or dotting the letter I can show things about you. Yes. For instance, a high cross on the letter T might mean ambition,
while a low one could show practicality. Dots on the letter I can reveal a lot too. Round dots suggest playfulness, while straight ones show seriousness. It's amazing how much you can tell from something so simple. I know, it's like a little window into someone's personality. I'll pay more attention to handwriting now. You should, it's fascinating. Yox, yox. Bitirdi herkes. Yazan var yoksa? Aha, bitirdim mən də. Elmas falan. Kimler var? Yaxşı baxaq. Deməli, bu birinci cəhd. İnş. Açalım bir saniye. Ha. 1S yoxlayın. 2D, 3S, 4D, 5B. 2025 fevral qəbulunu indi axıra qədər deyirəm. 6.1A, 2A, 3B, 4B, 7B, 8D, 9B, 10, 1, 2, 3. 11.1B, 2B, 3B, 4A, 12A, 13D, 14Y, 15, 2, 4. 16D, 17Y, 18Y, 19S, 20S. Okey, deyin suallarınızda hardadır? Neçə düzünüz oldu burada? Çünki ən çətin keçən ilki qəbul olub məncə. Deyin görün kimin neçə düz oldu? Fərqi neçə düzün oldu? 10 dənə müəlliməm var. Bərbad yazmışam ya. Narahat olmaq. Yəni çox çətin idi, bilirəm. Dinləməsi də çətin idi, mətnləri də. Amma indi bax, izahında başa düşəsiz ki, əslində biraz çox diqqətli olsaq, mən baxanda adama mətn çox belə dəhşət çətin görünür. Belə həm uzundur. Yadınızdadır 2023-cün qəbulu ilə müqayisədə 2023-cün qəbulu çox rahat idi. Bura qədərdir deyə elə bir düşünün. Mətn bura qədərdir. İkinci mətn hara qədərdir. İkinci mətn birincidən daha uzundur, amma daha rahatdır. Düz demirəm, ikinci mətn daha rahat idi. Dinləmədə sualınız var? Hə, Dinləmədə məndə 1, 4, 5. bax, orada deyir ki, qız soruşanda ki, yəni böyük əl yazması, xətti böyük olanlar necədir də, yəni. Orada da oğlan deyir ki, large handwriting people with large handwriting are outgoing. Outgoing nə deməkdir? Outgoing Sosial. sosialdır, bəli, sociable'dır.
Və ona görə mən sözləri yazmışdım ki, çətinlik çəkməyiz. Outgoing, sociable, extrovert, hamısı eyni anlama gəlir. Sosial insan, üstüqanlı, ünsiyyətçil. İkidə də İki də baxa bilərik. İkidə Messi handwriting danışanda birinci qız deyir ki, does it mean disorganized? O da deyir no, not actually. Düzü yox. Yəni onlar düzənli deyirlər də belə deyək. Amma Y-də deyir ki, are usually disorganized. Adətən disorganized olurlar. Amma burada deyir not actually. Əslində yox. Ona görə Y-ni çıxdı. Çünki orada inkarda deyir bu sözü. Sonra orada qeyd edir ki, they don't care perfection. Perfect, mükəmməl. Perfection, mükəmməliyyətçilik. Yəni mükəmməliyyət onların vecinə deyil də. Amma burada deyir, aim for the best. Ən yaxşısına hədəflənirlər. Əksinə, they don't care best. C-ni datdıq. Orada sonra Messi handwriting haqqında bir də bu cümləni qeyd edir ki, Messi handwriting shows strong creativity and fast thinking. Sürətli düşünmə deyil, amma burada slow in making decision. Qərar qəbul etməkdə yavaşdılar. Əksinə fast, sürətlidirlər. Və creativity, güclü onlarda yaradıcılıq var. Creative sözü hardadır? D-dədir. Creative minded. Aydındır? Yaradıcı zəkaya malikdirlər. Messi 3-də var səhv edən. 3-də var səhv edən dedim. Yoxdur məncə. Baxa bilərik. Orada da need haqqında da, need nə demək? Need nədir uşaqlar? Səliqəli. Səliqəli. Need handwriting haqqında qız soruşur ki, bəs what about need? Bəs səliqəli xətt. That is linked to people who are detailed, orienting and disciplined. Detailed-dir, disciplined-dir. They are often perfectionist and very focused, mükəmməliyyətçidirlər. Çox odaqlıdırlar. Bax, məndə budur. My handwriting is neat. Həqiqətən mükəmməliyyətçiliyi sevirlər neat olanlar. Və orada bax, detailed edir. Görürsünüz, focus on details. Hansı ifadələr işlətdi? Focus işlətdi, odaqlıdırlar. Perfectionist, mükəmməliyyətçidirlər. Bir də disiplinlidirlər. Bir də nədir? Detail, detallıdırlar. Bu sözlər harda birləşib? Hamısı C-də. Details var, focus var. Hansı insanlara? Detallara odaqlanan insanlarla əlaqəlidir, deyir. Başa düşdünüz? Belə. Amma məsələn, Y-də də focus sözü var. Focus'un sinonimi concentration. Amma burada difficult deyir. Odaqlanması deyir, çətindir, əksinə. Odaqlıdırlar onlar. 4-də a high cross on the letter T. Arxasınca dedi ki, bax, direkt belə gedir. Might mean ambition and might allow one could show practicality. Practical sözünü 2023-mü yoxsa 24-mü model dim sınağına düşmüşdü. Practical, fair, sensible. Nə idi o sözlər? Həssas. No, sensitive həssasdır. Ağıllı, məntiqli, ağıllı insanlar. Practical sözündəndir, D variantı. Çünki bu ya ambition eşitməlidir, ya da practical, o da D-dədir. Indicate how practical the person is. Bir insanın necə məntiqli olduğuna işarədir, deyir. 5-də isə bir dənə bu sual cavab var. What kind of handwriting does Mary have? Mary orada ortadan sonra da deyir ki, mine is not too messy, not too neat. Mənimki nə çox dağınıqdır, nə də çox səliqəli. Yəni burada soruşur ki, Mary'nin necə bir əl yazması var? Əl yazma növü nədir? Nə qarışıqdır, nə də səliqəli. Mən A götürmüşdüm orada. Deyir, əl yazısı insanı necə əks etdirir də. Əhval-ruhiyyəsini deyir. Character desəydi, xarakterini doğrulardı. Çünki orada deyir ki, handwriting is the mirror of your personality. Sizin şəxsiyyətin güzgüsüdür, deyir. Amma mood deyir orada. Mood əhval-ruhiyyədir. Bizim əhval-ruhiyyəmizə təsir etmir axı. Belə. Sonra gəldik. Bu mətnlərdə harada sualınız var? 6.1. 6.2, 6.3. 6.1-də fərqdir. Tərs düşün, çaşdırın. The famous library of Alexandria was created long after the library Ashurbanipal. Create nədir? Yaradıb əsasını qoymaq. Sinonimləri. Establish, found,
Yes, found yazın. Establish found. Məşhur Aleksandr kitabxanası Aşurbanipal kitabxanasından uzun müddət sonra created yaradılıb. Mətni burada Aleksandriya kitabxanası düzdürmü? Burada da deyir ki long before the famous library Alexandria there was Aleksandriya kitabxanasından uzun müddət əvvəl there was the library of Aşurbanipal. Aşurbanipal kitabxanası var idi. Yerləri dəyişdirilib də burada, hə, müəllimə? Amma Və ona diqqətli görə səhv gördüm. yerləri dəyişdirilməyib əksinə. Library-də qalıb yerində. Aleksandriya birinci gəlib, Aşurbanipal ikinci. Prosta burada deyir ki Aleksandriyadan uzun müddət qabaq Aşurbanipal var idi. Burada isə deyir ki, Aleksandriya kitabxanası Aşurbanipaldan uzun müddət sonra yaradılıb. Düzdür də? Əgər Aleksandriyadan uzun müddət əvvəl Aşurbanipal var idisə, deməli birinci Aşurbanipal yaradılıb da. Düzdürmü? İşte. Belə. Extend nə deməkdir? Genişləndirmək. Uzatmaq, genişləndirmək. Sinonimləri nə ola bilər onun? Wind. Wind dedi. Oxunur. Enlarge. Enlarge, yes. Enlarge. Widen, yes. Wide genişdir, widen genişləndirmək. Wide sifətdir, widen feildir. Broad sonra var, genişdir, broad'un genişləndirmək. Bir də, indi bir dənə sinonimini mətndə göstərəcəm və mətndən yazmışdım onu da. Burada bax, hansı sözlərə əsaslanıb mətndə tapırıq? Empire, Aşurbanipal's empire extended from present day Turkey to Egypt. Bu cümlə hardadır? From present day to Turkey, Egypt. But empire which stretched from modern day Turkey to Egypt. Bu cümlədir. Sadəcə nədir burada? Stretch sözünü orada extenddən əvəz edib. Stretch nədir? O da yəqin ki, elə genişləndirmək. Stretch də artıq uzatmaq, genişləndirmək. Bir də present nədir? İndiki. İndiki. Burada da modern yazıb müasir, eyni anlama gəlir də. Yəni, iki sözü sadəcə sinonimlə əvəz edib bunu turudur. Bu imperatorluq Türkiyədən Misrə qədər uzanıb, burada da onu deyir. Trudu. 6.3-də Aşurbanipal, Folkestone War and Victory. Victory yəni Qələbə. qələbəyə və müharibəyə fokuslanır Aşurbanipal. Xeyr, əksinə. But unlike many rulers, what is ruler? Ruler nədir uşaqlar? Hökmdar. 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 Unlike isə Özünə məxsus, fərqli olaraq. Unlike many rulers, bir çox who focused on solely on war and conquest. Conquest nədir bəs? John Goes yazılan. işğal. Fəth etmək. Bəli, işğaldır, fəthdir. Sinonimləri nə ola bilər? İşğal etmək. Occupied. Mən Victoria da ola bilər. Victory qələbədir. Bilirəm, müəllim, amma sinonim kimdə işlətmisiniz lüğətdə? Mən səhv demirəm. Deyirəm ki, işğal etmək prosta feil kimi nə ola bilər? Occupy, sonra invade, bir də capture. Bunlar da işğal etmək anlamına gəlir. Bəs bir də bu solely çox önəmlidir. Solely nədir? Hansı? Solely, bu söz. Yalnız təkcə deyil o. Hansı söz? Only. Only. Deyir ki, sadəcə müharibəyə və işğala fokuslanan bir çox hökmdarlardan fərqli olaraq he was deeply interested in knowledge and learning. O dərin şəkildə nəyinə maraqlanırdı? Tədrislə maraqlanırdı, biliklə maraqlanırdı. Yəni, əksinə digər hökmdarlar müharibə və işğala fokuslandığı halda o tədrisə, biliyə yönəlib. Burada isə əksinə deyir ki, Aşurbanipal Folkestone War. Aşurbanipalın özü fokuslanıb müharibəyə. Aydındır, tərs deyib. Ona görə false-dur, səhvdir. 4-ü də səhv yazmışdım, Vüsal. Burada çox tələbə çaşıb. Aşurbanipal established the ancient city, but of Nineveh in the 7th century BC. Eramızdan əvvəl 7-ci əsrdə Aşurbanipal Nineveh qədim şəhərinin əsasını qoydu. Nəyin əsasını qoyub burada deyək? Qədim şəhər Ninevehin. Burada isə
Bax, 7-ci əsrlərdə də bu hissədədir də, düzdür? It was established in the 7th century in the ancient city of Nineveh. Burada deyir, Nineveh qədim şəhərində 7-ci əsrdə onun əsası qoyulub. Onun nəyin? Yəni Aşurbanipal, özün əvvəlki cümlədə Aşurbanipal kitabxanasından danışır da. Yəni, bax, görürsünüz, in var özdə qabağında city sözünün. Bu şəhərdə onun əsası qoyulub. Burada isə əksinə deyir ki, Aşurbanipal əsasını qoyub Nineveh qədim şəhərinin. Tərsdir, səhvdir. Burada konkret çaşdırıcılıqdır, yəni bu sualların hamısı. Belə. 7-də səhv edən var. Hə, müəllim, mən Bax, bari nədir? yandırmaq. Yo, to bury underground. When we die, we are buried underground. Bastırmaq. Hı? Bastırmaq. Aha, bastırmaq. Destroy, Məhv etmək. dağıtmaq. Aha. Unfortunately, təəssüf ki, kitabxana bastırıldı. Eramızdan əvvəl 612-ci ildə Nineveh şəhəri dağıdıldıqdan sonra bastırıldı və unuduldu. Və 19-cu əsrin ortalarında archaeologist rediscovered it. Onu yenidən kəşf etdilər. Bax, onu yenidən kəşf etdilər. Bax, bastırıldı və unuduldu. 19-cu əsrdə isə yenidən kəşf etdilər. Yenidən sözü var. Görürsən necə uyğunluq təşkil edir. Yenidən kəşf etdilər. Hətta deyir, indiyə sağ qalan bu tablet nə deməkdir? Tablet. Ayda Yazılır. şeylər, Sərdar, yox, Hansı? nə yazmışdım ona? Clay tablets, kitabə, lövhə, Tabə, hə. kitabələr. Clay tablets, gil lövhələr, gil kitabələr və onlar da zəngindir informasiya ilə təmin edilmişdir. Yəni burada əgər yenidən kəşf etdilər deyirsə, demək bu uyğunluq və burada it dönəmidir. Demişəm ki, burada nöqtələrdən sonraki cümlədəki şəxs əvəzliyinə diqqət edin. It deyirsə, deməli əvvəlki cümlədə şey olmalıdır, cansız tək isim. Məsələn, bax burada tekst mətnlərdən danışır. Burada sculptures cəm isimdə, həm də heykəllərdən danışır. Mən orada heykəllərdən danışmırıq. Ümumiyyətlə mətn kitabxanadan danışır, düzdür? Sonra şeydir, burada deyir Nineveh şəhərindən danışır. Dünyada deyir ən böyük şəhər idi. Bu ümumiyyətlə mənaca uyğunluq təşkil etmir. Çünki mətnin əsası nədən bəhs edir? Kitabxanadan bəhs edir. Sonra şeydir, qalırmı A ilə C var? Yox, B ilə C. C-də də mənaca uyğunluq təşkil etmir. Yenə burada deyir ki, bu kitabxanaya mətnlərin toplanılması zamanı Aşurbanipal bu ərazidə yazılan bütün işlərin kopyalarını ona göndərilməsinə əmr etmişdi Mesopotamiya şəhərlərinə. Sonra deyirsən ki, onu yenidən kəşf etdilər. Library, onu, nəyi? Bu kitabxananı. Təəssüf ki, kitabxana 1612-ci ildə Nineveh şəhəri dağıdıldıqdan sonra bastırıldı və unuduldu və 19-cu əsrin ortalarında isə arxeoloqlar onu rediscovered, yenidən kəşf etdilər. Aydın oldu? Bəli. Sonra label nədir uşaqlar? Label. Label, etiket. Bəli, etiketləmək. Attach a name. Attach nədir bəs? Yapışdırmaq, əlavə etməkdir, yazmışdınız. Ad əlavə etmək, təsvir əlavə etmək, kateqoriyalara bölmək, belə. Accumulate nə deməkdir? Keçən dəfəki Toplamaq, yığmaq. sinonimləri Gather, collect, collect, gather, accumulate, bir də assemble, assembled. bir də. Sonra səhviniz 9-da, 10-da var. 11 nöqtələrdə var. 8 idi məndə, müəllimə. 9 düzdür məndə. 8-i dedimdə label, etiket, ad etiketləmək, ad əlavə etmək. Attach a name, ad. Attach-də əlavə etmək. 9-da bu mətnini məncə çox by creating the library Aşurbanipal aimed to Aşurbanipal aimed to indi rekorda baxanlar nəyə? Aim nə etməkdir orada? Aim. Məqsəd, Bəli. Məqsəd. hədəf.
Hədəfləmək. Nəyi hədəfləmişdi? By creating the library. Kitabxananı yaradaraq. Bu cümlə hardadır? Baxın, his goal. Burada goal deyil, orada aim deyil. İkisi də məqsəddir. Başqa hansı sinonimlər var idi? Aim, goal. Məqsəd başqa nədir? Purpose. Target. Bir də target. Düzdür? Target. Hədəf. Məqsədi nə idi? Was to preserve the wisdom of the ancient world. What is preserve? Qoruyub Preserve. saxlamaq. Wisdom, Wisdom müdriklik deyil. müdriklik. Bu qədim dünyanın müdrikliyini, yəni biliyini qoruyub saxlamaq idi. Neysə onu nə ilə əvəz edib? Preserve nə ilə? Keep-lə. Keep də nədir? Saxlamaqdır da. Saxlamaqdır. Knowledge, wisdom'ı, knowledge ilə bilik. Ancient world öz yerində qalıb. Ancient world olan cavabı yönəlirik, o da cavab B-dədir. Onda çox tələbə burada şeyi tapmırdı. Bu günlərin what writing system was used during the Ashurbanipal's reign? Reign nədir uşaqlar? Region. No, hökmranlıq. Ashurbanipalın hökmranlığı dövründə what writing system? Hansı yazı növündən istifadə olunurdu? Mix yazısından. Cuneiform. Baxın. Görürsünüz, written in cuneiform. The library estimatedly contained tens of thousands of clay tablets written in cuneiform. Mix yazısı ilə yazılan gild lövhələrdən contain nə idi uşaqlar? İbarətdir. İbarət idi. Müəllim, mən orada biri götürməmişəm. Heç fikir vermirəm ona. Onda biri götürməmişəm. What famous work was found in the library of Ashurbanipal kitabxanasında hansı məşhur work'un bir dənə var? Əsər mənası var. Hansı məşhur Nə əsər? mənası? Əsər. Hansı məşhur əsər tapılıb? Bax, görsən, among the most famous works, work buradadır. Ən məşhur əsərlər sırasında kitabxanada in the library Epic of. cümlədir. Is the Epic of Gilgamesh. Gilgamesh eposu. Bölgü bilməmişəm mənasını, ona görə götürmədim onu. Və why is the Library of Ashurbanipal considered an early form of libraries? Niyə kitabxanaların ilkin? Early form of libraries. Kitabxanaların ilkin forması hardadır? Bax bu hissədə. Early form of library system. Çünki texts were cataloged. Mətnlər kataloqlaşdırıldı. Even labeled with instructions. Təlimatlarla ad verildi. Bu da kitabxana sisteminin ilkin forması idi. 11 nöqtələrdə şeydir, bunun qurtarmasına saniyələr qalıb. Sözüm ağzımda qalmasın. Yenidən link atın, qoşulun. Yaxşı. Tamam.